Körpə dünyaya gələndə yalnız ailəyə deyil, həm də dövlətin sisteminə əmanət olunur. Onların sağlamlığı isə səhiyyə qurumlarının da birbaşa məsuliyyəti altındadır. Qanunvericiliyə əsasən hər bir yeni doğulan uşaq dərhal nəzarətə götürülməlidir. Doğum evində başlayan bu proses körpə evə buraxıldıqdan sonra da davam edir. Bizə doğum evləri əgər həmin ərazi üzrə məlumat verirlərsə, biz vaxtında 3 gündən sonra doğum evindən uşaqlar evə yazılanda 3 gündən sonra biz həmin ünvana gedirik və həkim ilk patronajını eləyirik, uşağı müayinə eləyirik və qeydiyyata götürürük. Qeydiyyat üçün bizə lazım olan sənədləri doğum evi evə yazılarkən verilməlidir. Forma 113 sayılır bu. Biz evdə uşağı qeydiyyata aldıqdan sonra mütəmadi olaraq uşağa nəzarət eləyirik, baş çəkirik. Uşaq dəvət olunur poliklinikaya 2 ayında və icbari tibbi sığortanın hesabına bütün müayinələrdən, xidmətlər zərfində daxil olan bütün müayinələrdən ödənişsiz halda yararlanır. Həkimlər deyirlər ki, qadın məsləhətxanalarında qeydiyyatda olan xanımlarla bağlı kifayət qədər məlumat olur. Qeydiyyatda olmayanlarla bağlı tibb bacıları sahələr üzrə səyyar baxış keçirərək, hamilə xanımlar gördükləri zaman yaxınlaşıb müvafiq söhbətlər aparır və onların şəxsi məlumatlarını qeyd edirlər. Özəl doğum evləri isə poliklinikalara dünyaya gələn körpələrlə bağlı məlumat vermir. Hal-hazırda səhiyyə sistemində də belə bir mərkəzləşdirilmiş baza yoxdur. Valideynlərə məlumat vermək istəyirəm ki, vaxtında uşaqlarını tibbi müayinələrə gətirsinlər. Çünki hal-hazırda bizim demək olar ki, hər cürə şəraitimiz var. Uşaqlar ətraflı müayinə oluna bilirlər. İcbari tibbi sığortanın hesabına hər cür laborator diaqnostik xidmətlərimiz var. Eyni zamanda demək olar ki, bütün ixtisaslı həkim müayinələrindən keçə bilirlər. Bu müayinələr pediatrın göndərişi ilə oftalmoloq, lor, cərrah, nevroloq və laborator xidmətləri əhatə edir. Ümumilikdə körpələrin sağlam böyüməsi üçün səhiyyə sistemində ardıcıl və məsuliyyətli nəzarət zənciri qurulur. Bu zəncir doğum evindən başlayaraq sahə pediatrı, uşaq poliklinikası və ixtisaslaşmış xəstəxanaları əhatə edir. Nigar Babayeva, Emin Tağıyev, Telesəhər.